Onları sən axırıncı dəfə qucaqlayın. Büyük insanlar vidalaşarak gelir. Küçük insanlar ise xəyanət ederek. Fərq budur. Değeri olan insan ayrılmağı seçəndə səni yaralamadan gedir. Çünkü özü qədər səni də qorumaq istəyir. Amma değeri olmayan insan getsə də qapını çırpıb gedir. Çünkü səni itirməkdən çox öz egosunu doyurmağı düşünür. Bir qadın veya bir kişi fərq etmir. Xəyanət sadece səni aldatmaq değil, sənin ona verdiğin değeri tapdalamaqdır. Ona göre de həmişə yadda saxla. Bir insanın necə getdiyi, onun kim olduğunu, sənin necə toparlandığın isə kim olacağını göstərir.